Bugün sizinle kiçik xudmani alışveriş videosu paylaşacağım. Hamısı LC2'dəndir. Qiymətlərini də göstərirəm. Gördüyünüz kimi bir cins şalvarda, 2 də köynək. Cins şalvarın bir dənə qiyməti yoxdur üstündə. Endirim qiyməti idi 30 manat. Cins şalvarın üstümdə duruşu belədir. Çox qəşəngdir, çox rahatdır. Qalınlığı da idealdır. Tam yaz aylarında giyəcək şəkildə də. Ayağı da bu uzunluqdadır. Bayağı uzundur. Uzun boylu qızlar da geyinə bilər. Bu isə mükəmməl güllü köynəyim. O qədər gözəldir. Əzik olmağına baxmayın, necə almışam, klokdan elə də çıxardıb geyinmişəm. Pardon. Arxası rezinlidir, önü tam düyməlidir. Şifon materialındadır, nazikdir. Çox gözəldir. Çiyinləri də gördüyünüz kimi biraz pışnadır. Hər tərəfli göstərim, şalvarın yubqanın içində də olar, çölündə də olar, hər türlü qəşəng görünür. Hər şəkildə gözəldir. Önü, arxası, sağı, solu. Sonra keçirik o birisi köynəyə. Bu köynəyi belə lasinin üstündən geyinmək üçün almışam. Əsas məqsədim. Çünki uzundur, arxası tam tutur. Qırışlarını göstəririm. Qırışlarına baxmayın. Heç birini ütüləməmişəm alandan sonra. Qəşəng uzundur. İçindən qısa qol koftayla da geyinmək olar. Önünü bağlamaq da olar, açmaq da olar. Sonra qolsuz koftayla da geyinmək olar. Fərqi yoxdur, necə ürəyiniz istəyir. Mən yəqin ki, ən çox belə geyinəcəm. Cibi də var hətta. Qiyməti 30 manatdır. Bu qiymətə ideal köynəkdir. Material da superdir. Belə, bu qədər.